Assalamu aleykum əziz izləyiciləriniz. İnşallah yaxşı olarsınız. Bir gün bir yaxşı qardaş yazıb ki, bəs dovşan səhv eləmirəmsə 2 ay yoxsa 3 ay belə bir nəsə 2 aydır dedi. Hə 2 ay məncə olmalıydı. Dedi balalamır. Nədən ola bilər? İstədim cavab verəm bu video ilə. Dovşan niyə balalamaya bilər? Bunun bir çox səbəbləri var. İndi mən o səbəblərdən də danışacağım. Bu səbəblərdən birincisi nə ola bilər? Bu ola bilər ki, yəni o teli götürüm. Bu səbəblərdən ən başlıcağı ola bilər ki, dovşan, yəni necə deyim, cavan olsun. Belə deyim 2 aylıq olsun. Ya nə bilim 2-3 aylıq dovşan olsun, cavan bala dovşan olsun. Yəni bu 2 aylıq, 3 aylıq dovşanlarda, yəni belə heç vaxt yəni ola bilməz ki, çütləşsin. Yəni ola bilər əslində bəlkə də. Amma yəni mən inanmıram ki, olar. Çünki 2-3 aylıq dovşanlar yəni çox cavan olur. Yəni o yaşda balalamaq imkansız oldu demək olar. 100-dən yəni 99% cütləşənməz. Cütləşsə də yəni bala verənməz, bala tutmaz. Yəni belə deyim. Bir səbəbi də, yəni digər səbəbi də ola bilər ki, necə deyim? Yəni orada deyir 2 aydır bala vermir. Buna görə ola bilər ki, yəni siz dovşanlardan necə deyim? Yəni indi demirəm başınız çıxmır, yəni estağfurullah. Amma ki, yəni necə deyim? Təzə başlamısınız, məsələn, tam başınız çıxmır. Elə gedib hardansa kimsədən, yəni necə deyim, alırsınız hansısa bir insandan. Yəni o da deyir ki, məsəl üçün bir erkək bir dişi də alıb gətirirsiniz, siz də başınız çıxmır deyənə bilmirsiniz. Yəni gəlir ikisi də ya və yaxud erkək çıxır ya dişi, ikisi də dişi çıxır. Yəni bunlar cütləşmir. Yəni ikisi erkək çıxsa ya ikisi də dişi çıxsa, yəni cütləşməyəcək. Yəni balalamayacaq. Yəni belə də ola bilər. Ya da ki, ola bilsin ikisi də erkəkdir, estağfurullah. Ola bilsin ikisi də elə necə deyim, biri erkək, biri dişidir, amma erkək aktiv erkək deyil, zəif erkəkdir. Yəni cütləşmir. Yəni belə də ola bilər. Yəni cütləşmir deyənə, aktiv deyil deyənə, yəni bala vermir dovşanımız. Bir dənə dovşanı qoyayım. Dağıtdı oraq, səs edir. Dovşanı kesdim. Belə deyim, harda qalmışdıq? Yəni dovşanımız, erkək dovşanımız aktiv olmaya bilər. Yəni necə deyim, cütləşmək söhbətində aktiv olmaya bilər. Yəni cütləşmək istəməyə bilər. Ona görə də dişi dovşan balalamaya bilər. Ya da ki, əksinə dişi dovşan qızğınlıq dönəminə girməz, ya nə bilim, yemini zəif verirsinizsə, yemini suyunu zəif verirsinizsə, heç qızğınlığa girməyə bilər. Yəni cütləşməz erkəklə. Yəni bu səbəblərdən də ola bilər. Desək ki, erkək dişi dovşan, erkək dovşan və dişi dovşan necə ayırmaq olar? Onu da görsənin. Yəni dovşan tutum. Baxın, bu bir sürü erkək dovşanımdır. Bu tutduq, qaldırdıq belə. İndi mən telefonla necə görsədim onu, o bilmirəm. Bu tükləri aralayanda buradan aşağı hissədən, quyruğun yuxarı hissəsində görsünüzsə, baxın. Diyan, yaxşı. Baxın, burada tükləri araladıqda cinsiyyət orqanlarının, yəni 2 cinsiyyət orqanı görsənir. Bir də ki, bu cinsiyyət orqanının tam olduğu hissədən, yəni arxa hissəsindən, oradan 2 əlclə qıraqlarından tutub basanda, oradan necə deyim, belə cinsiyyət orqanı uzun çıxacaq erkəklərdə, yəni bilinəcək. Dişilərdə isə basdıqda, yəni necə deyim, heç nə çıxmır da oradan. Yəni sadəcə belə kəsik kimi olur, belə deyim. Yəni çalışın dovşanlarınızı yaxşı yemləyin. Yemləmədə də ki, mən arpa verirəm, erkək də maşallah, erkək də dişi də yaxşıdır ona görə. Sularını da təmiz saxlayın. Həmçinin arpa da tozlu olmasın. Çalışın, indi mən yonca vermirəm, düzdür. Amma çalışın yonca, yəni nə bilim saman, belə şeylər də verin. Yəni belə. Bu dovşanlara yaxşı baxsaz, əgər erkək dişi yaxşıdırsa, mütləq ki onlardan bala alarsınız.
Yenə də deyirəm, kimin nə sualı olsa çəkinməsin, şərh bölümünə yazsın. Əlimdən gəldiyincə cavablar verəcəm. Sağ olun, salamat qalın.